Məncə diqqətli izləyicilərimiz hələ mən cavab verməmiş bilirlər ki, bu yeni kampaniya Praqa konfransında mənim video müraciətimin yayılmasından dərhal sonra başlandı. Məhz onda Azərbaycan hakimiyyətinin artıq əsəbləri dözmədi. Bilirsiniz ki, Azərbaycan hakimiyyəti uzun illərdir ki, müxalifəti blokadada saxlamaqdan ötürü, şəxsən mənim demək olar ki, tam olaraq xarici əlaqələrimin kəsilməsindən ötürü, mühasirə vəziyyətində qalmamdan ötürü ki, heç yerə səsim gedib çıxmasın, heç bir yerdə müraciətlərim qeydə alınmasın, çox sistemli bir iş aparıb. 20 ildir ki, mənə pasport vermirdilər. Azərbaycanda azad mətbuatı sonuncusuna qədər məhv ediblər. Və hökumət mənə pasport verməyəndə, azad mətbuatı ləğv eləyəndə düşünmürdü ki, bunu ona görə eləmirdi ki, sonra mənim səsim beynəlxalq nüfuzlu konferanslardan gəlsin. Ona görə də bir anda pərt oldular. Bir anda uzun illər ərzində apardıqları işin suya düşdüyünü gördülər. Bunlar mənə pasport vermirdilər ki, mən Avropada, dünyanın müxtəlif mərkəzi şəhərlərində keçirilən tədbirlərdə iştirak edə bilməyim. Amma ard-arda mənə gələn 4 mühüm dəvət və sonuncu dəfə artıq Avropalıların çıxış yolu tapıb, mən gələ bilmirəmsə də video müraciətimi konferans iştirakçılarına təqdim etməsi. Və nəhayət, Azərbaycanda media tamamilə bloklanıb, indi bugün Azərbaycanda məndən gəlib Taxşiyə evimdə ya öz ofisində müsahibə alacaq heç bir müstəqil kütləvi informasiya vasitəsi qalmayıb. Amma bizim izləyicilərimiz bilir ki, son bir ildə mənim müsahibələrim və yazılarım dünyanın ən nüfuzlu mətbuat orqanlarında çap olunub, dərc olunub. Yəni Azərbaycan hökuməti Azadlıq qəzetini, digər müstəqil qəzetləri, saytları ona görə qapatmayıb ki, sonra da mən gedim Le Monde'da, Economist'də, Newsweek'də, Washington Post'da, New York Times'da, Telegraph'da və başqalarında müsahibələr verib. Deməli, plan suya düşmüş oldu. Ona görə də əsəbləri dözmədi. Bu ən əsas bir məqam oldu. Amma açığı biz ondan əvvəl də hiss edirdik ki, artıq Azərbaycan hakimiyyəti əsəbləri dözmür. Yəni, bütün maneələr, yaradılan maneələr bizi durdura bilmədiyinə görə, onun müxalifətlə bağlı planı pozulduğuna görə biz bunu hiss elədik 15 sentyabr Türk şəhidliyinə ziyarətdə. Birinci dəfə idi ki, açıq-aşkar bizim 20 yanvar şəhidlərini ziyarətimizin qarşısını polis kəsdi qoymadı. Yəni, maneələr yaradılıb indiyə qədər də olub. Amma birinci dəfə idi ki, bizim Türk şəhidliyində çıxışımızın qarşısını aldılar, polis mühasirəyə aldı. 20 yanvar şəhidlərini heç ziyarətə getməyə qoymadılar və sonra da deməli, həmin o kampaniya başladı ki, ümumiyyətlə şəhidlər xiyabanı haqqında qanun olmalıdır, müxalifətin ora gəlməsi tənzimlənməlidir. Deməli, onda da biz hiss elədik ki, Azərbaycan hakimiyyəti artıq bu mübarizədə də, bu mərhələdən də istədiyini əldə edə bilmədiyinə görə, bilirsiniz, o oyunda uduzan tərəfin şahmat taxtasını, nərd taxtasını qapadıb öz qələbəsini elan eləməsi kimi bir şeydir də. Bunlar 392 nəfəri həbs ediblər Azərbaycanda. Sözünü deyən nə qədər insanı şərləyib, ağır, uzun müddətli cinayətlərdə ittiham ediblər ki, ölkədə qorxu yaransın. Amma baxıb görürlər ki, sərbəst toplaşma azadlığı olmasa da, meydanlar üzümüzə bağlı olsa da, hələ biz ziyarətlərə minlərlə adamla gedirik. Deməli, hesablarını götürürlər ki, sabah hər hansı bir situasiyada meydanlar açılsa bizim üzümüzə, o zaman bizim dərhal ilk mitinglərimiz 10 minlərdən başlayacaq. Bunu görürlər və bu qədər bəspisliyi nəyə görə etmişdilər? Sual yaranır ki, axı bu 392 nəfər insanı şərləyib həbs eləmək, bu qədər davamlı repressiyalar hökumətə də böyük zərbə vurub axı. Yadınızda deyil ki, İlham Əliyev özü adada çıxışında deyirdi ki, dünyanın nüfuzlu kütləvi informasiya vasitələri bizim hakimiyyətimizi artıq diktatura kimi təqdim edirlər. Yəni, Azərbaycan hakimiyyəti hətta bunu da gözə alıb, bu qədər həbsi həyata keçirmişdi ki, ölkədə nə müxalifət qalsın, nə də hər hansı bir alternativ olsun. Ölkədə ictimai rəydə istədiyi kimi özü müəyyənləşdirsin, dizayn eləsin. Amma bir də baxdı, gördü ki, bu qədər həbsi həyata keçirdib, ölkədə bütün müstəqil mətbuat orqanlarının hamısını qapadı, Xalq Cəbhəsi Partiyasının sədrinə 20 ildir ki, pasport vermir,
Bütün bunların hamısı onun imicini tamamilə darmadağın eləyib, amma buna baxmayaraq ölkədə müxalifət var, onun strukturları mövcuddur, səsi də bütün dünyanı dolaşır. Deməli, əsas məqsədinə hakimiyyət nail ola bilmədi. Ona görə də başladılar bizimlə mübarizəni ən yaxşı bildikləri istiqamətə çəkməyə. Ən yaxşı bildikləri nədir? Şərləmək, böhtan atmaq, çamur at, izi qalsın prinsipi ilə özlərinin əllərinin altında olan mətbuat, sosial şəbəkə fəalları vasitəsilə yenə də bizi ən absurd məsələlərdə ittiham eləməyə. Amma nə oldu? Azərbaycan xalqının reaksiyası möhtəşəm idi. Mən yeri gəlmişkən hər kəsə minnətdarlığımı bildirirəm. Mən diqqətlə müşahidə elədim ki, hətta bu sonuncu mərhələ şərləmələrdə mənə münasibəti tənqidi olan, məni açıq-aşkar sevməyən bir çox adamları da müşahidə elədim ki, onlar da artıq bu qədər iyrənc kampaniyaya alət olmaq istəmədilər. Yəni, Azərbaycan hakimiyyətinin bu sonuncu kampaniyası o qədər absurd idi ki, o ləyaqət hissini tamamilə itirməmiş, siyasi baxımdan mövqeyi hətta bizə qarşı olan adamlar da özlərinə rəva görmədilər ki, bu qədər absurd, bu qədər saxta bir kampaniyanın tərkib hissəsi olsunlar. Bu Azərbaycan xalqının reaksiyası idi. Və açıq demək lazımdır. Burada səbəb nə oldu ki, Azərbaycan xalqı bir mənalı şəkildə bu çirkab kampaniyasını, bu səviyyəsiz böhtan kampaniyasını belə rədd elədi? Mən burada iki əsas səbəb görürəm. Biri ondan ibarətdir ki, xalqımız ədalətlidir və Azərbaycan hakimiyyətinin gözləntilərinin əksinə olaraq məlumatlıdır. Xalqımız bugün çox açıq şəkildə mövqeyini ifadə eləməsə də, o hər şeyi görür və qeydə alır. Bizim bu 30 ildən artıq müddətdə apardığımız prinsipial mübarizəni deməli ki, bir yerlərə yazıb. Ona görə də bu qədər şərin, böhtanın altından bizi salamat çıxardır. Məhz xalqımızın dəstəyi bizi salamat çıxardır bu qədər şərin, böhtanın altından. Çünki xalqımız şahiddir ki, mən bu 30 ildən artıq apardığım mübarizədə heç vaxt öz şəxsi marağımı önə çıxarmamışam. Əksinə, şəxsən mənə aid olanlardan, haqqım olanlardan imtina eləmişəm. Azərbaycan xalqının haqq, hüquq və ədalətinin təmin olunmasından ötürü xalqımız bunu görür. Xalqımız ona görə də insaflıdır və haqqını haqqa qurban vermir. Bu birinci səbəbdir. İkinci səbəb də açığı Azərbaycan hakimiyyətinin özünün diletantlığı ilə bağlıdır. Bilirsiniz də o məşhur sözü ki, yalançının yaddaşı olmaz. Bir adama nə qədər bir-birini istisna eləyən şər atarlar. Nə qədər olar axı? Nə qədər olar ki, bu insanlar unudublarmı ki, əvvəlki illərdə mənə hansı şərləri atıblar? Baxın, bir çox qısaca üzərindən keçmək istəyirəm mən bu məsələləri. Bilirsiniz ki, bunlar məni nardaran işinə bağlamaq istəyirdilər. Məni hətta Talib Bağırzadə və digərlərindən də daha üstün bir şiə nümayəndəsi, radikalı kimi təqdim eləmək istəyirdilər həmin cinayət işində. Alınmayandan sonra, cəmi 8 ay sonra məni FETÖ-çü çıxarmaq fikrinə düşdülər. O da alınmadı. Baxmayaraq ki, hətta köməkçimi də FETÖ-çü kimi, imam kimi həbs eləmişlər. O qədər absurd yermişdi. Bir il sonra başladılar o zamanki MTN yeni kampaniya elan elədi. Yadınızda olarsın. Rəhmətlik Gözəl Bayramlı nəyə görə həbs olunmuşdu? Əfqan Muxtarlı nəyə görə həbs olunmuşdu? O zaman MTN bir kampaniya başlatdı ki, bəs Avropanın və ABŞ-ın fondları, qərb fondları Gürcüstanda baza yaradıblar. Deməli, ora pullar göndərirlər. O pulları ayrı-ayrı ictimai siyasi fəallar Gürcüstandan gətirirlər Azərbaycana, mənə verirlər ki, burada inqilab edir. Qərb fondlarının, o zaman dəbdə artıq qərb fondları idi. Rəhmətlik Gözəl Bayramlı həbs olundu. Bilirsiniz ki, ömrünə də son qoydular o şəkildə. Əfqan Muxtarlı ağır işgəncələrə məruz qaldı. Neçə il həbslərdə yatdı. Mən də istintaqa cəlb olundum. Milli Şura rəhbərliyi istintaqa cəlb olundu. Yenə də ortada heç bir dəlil, sübut olmadı. Bu da alınmadı. Amma dayandılar mı? Xeyr, nə dayanmaq? Deməli, nə var? Aprel döyüşlərindən sonra mən elan elədim ki, bir halda ki, bizim bu xüsusi təyinatlılar müdafiə xəttini yarıblar, dayanmayın. Bəs nə istəyirsiniz ki? Müxalifət deyir ki, dayanmayın, azad edin də torpaqları. Bundan daha vətənpərvər mövqe olar. Gəlib evimin qabağında aksiyalar keçirdilər, məni ermənipərəst elan elədilər, Ermənistana işləməkdə ittiham elədilər. Nə var? Mən demişəm ki, ordumuz dayanmasın. Artıq əsas məsələ birinci xətt, müdafiə xətti yarılıb, azad eləyək torpaqlarımızı. Və buna görə könüllü şəkildə ali təhsilini yarımçıq qoyub Qarabağ uğrunda savaşa yollanmış adamı utanmadan
Vicdan azabı çəkmədən götürüb Ermənistanda işləməyə deməli ittiham elədilər. İrana bağlamağa çalışdılar. Bir müddət bundan qabaq, biraz hələ qısa gəlib. Bir müddət bundan qabaq, bu axırıncı şərləmədən qabaq, heç bir ay bundan qabaq olar olmaz. Le Monde-da müsahibəmdən sonra eyni adamlar, eyni həyasızlıqla məni Fransaya bağladılar. Bəs güya ki, Fransa kəşfiyyatı ilə əlaqəsi olmayanların Le Monde-da müsahibəsi getməzmiş. Və indi də gətirib bu cür çirkin mənə, təşkilatımıza, Azərbaycan müxalifətinə yaraşmayan növbəti şəri yamamaq istəyirlər. Axı Azərbaycan xalqı görür, Azərbaycan xalqı necə bütün bunların hamısını görüb biganə qala bilər? Hələ mən onu demirəm ki, birbaşa məhkəmələrdə özləri şəxsən 10 nəfərdən artıq ictimai siyasi fəal bu günə qədər məhkəmələrdə rəsmi ifadə verib təsdiq edib ki, onlardan ayrı-ayrı vaxtlarda, ayrı-ayrı cinayət işlərində işgəncə veriblər ki, mənə qarşı yalan ifadə alsınlar. Nə qədər olaraq? Bir adama nə qədər şər atarlar? Bir adamı nə qədər cinayətdə ittiham edirlər? Ya bilirsiniz bunların ən böyük səhvi nədədir? Azərbaycan xalqını qiymətləndirməmək. Bunlara elə gəlir ki, Azərbaycan xalqına istədiklərini qəbul etdirə bilərlər. Çünki Azərbaycan xalqı özü gördüklərini müstəqil şəkildə özü analiz edə bilmir. Azərbaycan xalqı güya sual verə bilmir ki, axı bir adam nə qədər cinayət törədə bilər? Axı bir adam neçə ölkəyə işləyə bilər? Axı bir adam bu qədər cinayəti törədib necə öz sözünü 30 ildən artıq müddətdə deyə bilər? Necə ola bilər ki, bu qədər cinayəti törədəsən ortada bir dənə fakt olmayan? Azərbaycan xalqı bütün bunların hamısını görür və ona görə də Azərbaycan hakimiyyətinin indiyə qədər ki, qaralama, şərləmə, üzə durma kampaniyaları necə ictimai rəy tərəfindən qəbul edilməmişdirsə, bu dəfə daha da bir mənalı şəkildə Azərbaycan xalqı tərəfindən bütün bu şərləmələr qəbul edilmədi. Demək olar ki, bütün normal, adekvat adamlar ya güldülər, ya ironiya elədilər, ya hiddətlərini ifadə elədilər, ya təəccüblərini ifadə elədilər. Amma hamı başa düşdü ki, bu qədər olmaz artıq. Hər şeyin bir həddi olmalıdır. Şərin də, üzə durmanın da, böhtan atmanın da bir həddi olmalıdır, bir durma nöqtəsi olmalıdır. Hardasa dayanmaq lazımdır və mənə elə gəlir ki, Azərbaycan hakimiyyəti həmin bu kampaniyada aldığı ictimai təpkidən nəticə çıxardıb. Heç olmasa bu məsələlərdə artıq bu şərləmə məsələlərində özünə biraz çəki düzən verməlidir.